Salam değerli izleyicilerim. Ben bugün size Sabunçuda xəstəxanaya yaxın bir yerdə, əsas yoldan hardasa 20-30 metr məsafədə belə bir ev çəkirəm. Gözəl bir evdir həqiqətən. Bax, indi belə göstərirəm. Naves kimi olan yerdə bunlara aiddir. Kupça ilə ora kiriyə verirlər. Sonra bu qırmızı görünən yerdə yenə cüt daşdan tikilib. Üstünü də qaldırıb oranı da ev eləmək olar. Yəni buranı hardasa 3 yerə də bölmək olar. Sonra gördüyünüz kimi evimiz hündür, səliqəli, həyət bacası, kvadrat. 4 tərəfi kamera ilə təchiz olunmuş. Belə bir təmiri normal, təmiz, təmirli çiçək kimi belə qəşəng evdir. Bura mətbəxidir. Mətbəx mebelləri yəqin ki qalacaq. Sonra evimizin bura hamam tualeti, hamamı. Burada sanitar qovşaq, rəzivalkası, koridor sistemindən də belə də gördüyünüz kimi şkaflar yığılıb. Koridorda bura zal. Zaldan keçirik 2 dənə yataq otağı var. Hə, orada uşaqlar var. Hə, burada da bir yataq otağı. Burada həminki kimi bir otaqdır. İçəridə uşaqlar var, ona görə çəkmirəm. Qiymət 170 min manat. Qiymətdə yenə endirim olunacaq. Evin dediyim kimi quru yerdədir, hündür yerdədir. Belə deyək, qayı deyib dururam, elə zabrat. Xəstəxanaya, Skoriya çox yaxın bir ərazidədir. Qazı, suyu, işığı var, hamısı pasiyanı verilir. Burada kanalizasiya mərkəzidir. Mərkəzidir kanalizasiyada. Əsas yoldan da 20-30 metr məsafədədir.